Bismillah, velhamdülillah, ve salatu ve selamu ala Resulillah ve ba'd. Dersimiz danıştığımız kimi Ramazan orucu hakkında olacak, Ramazan ayına kadar ve ondan sonra Ramazan ayı müddetinde dersler dayandırılacak. Ve sonra ise inşallah Allah Teala'nın izniyle derslere devam edeceğiz kaldığımız yerden fiqh derslerine. İnşallah başlayırıq Ramazan orucu hakkında. Yani orucun, deməli Ramazan ayı, onun fəziləti, içərisində olan bütün məsələlər barəsində. Oruc, orucun əhkamları və s. Deməli qardaşlar, oruc lüğətdə bir şeyi saxlamaq deməkdir, imsak. Və alimlər deyir ki, imsak ani şey və tərku lehu. Bir şeyi tutmaq, bir şeydən özünü saxlamaq və yaxud da ki, onu tərk etmək deməkdir. Və orucun şəri mənası deməli ət-təabbudu lillah bi imsak anil əkl və şurb və sairil muftirat əv mufattirat min tulu'il fəcr ilə qurubiş şəms. Deməli oruc istilahda necə ki İbn Seym rahimehullah buyurur ki, Allah Teala'ya yeməkdən və içməkdən imtina edərək və digər iftar edən şeylərdən bunların içərisində daxildir, yəni yaxınlıq olsun, deməli kişinin qadınla yaxınlıq olsun və s. yemək, içmək, yəni bu şeylərdən imtina edərək Allaha ibadət etməkdir və müddəti də fəcirdən günəş batana qədər. Və orucun qismləri iki növdür oruc. Vacib olan oruc var və müstəhəb olan oruc. Həmçinin qardaşlar, vacib olan oruc da özü iki növdür. Vacib olan oruc özü iki növdür. Bunlardan birincisi mükəlləf səbəbiyyəti olmadan olan vacib oruçdur. Yəni mükəlləf səbəbiyyəti olmaq nə deməkdir? Yəni mükəlləf olan şəriətin yəni şəriətin əhkamlarına mükəlləf olanlar kimlərdir? Bizik. Və bizim səbəbimiz olmadan bizə vacib olan oruçlardır. Və bu da hansıdır? Ramazan orucudur ki, Allah Subhanahu ve Teala bizə bunu vacib edib. Necə ki, İmam Nəvvi rahimehullah özünün məcmu əsərində buyurur ki, "La yacibu savmun ghayr Ramazan bi asli şər'i bil icma'." İmam Nəvvi rahimehullah buyurur ki, Ramazandan başqa əsl olaraq şəriətin icma ilə, alimlərin icması ilə Ramazandan başqa şəriətin vacib etdiyi oruc yoxdur. Ancaq Ramazan orucudur. Yəni insanların üzərinə vacib olan. Yaxşı, ikinci növ biz bildik ki, birinci növ Ramazan orucudur ki, qardaşlar, Allah Teala bizə vacib edib. Yəni bizim müdaxiləmiz olmadan. Bizim müdaxiləmiz olmadan Allah Teala bizə vacib edib. İkinci növ vacib oruclar isə mükəlləf səbəbi ilə vacib olanlardır. Mükəlləf səbəbi ilə, yəni bizim səbəbimizlə vacib olan oruclardır. Və bunları da məsəl üçün nəzir orucu, məsələn kimsə bir işin alınması üçün və yaxud da müəyyən səbəblərdən dolayı Allah Teala nəzir eləyir, oruc tutmağı nəzir eləyir. Və bu da mükəlləf səbəbi ilə olan vacib oruclardandır. Həmçinin kəffarələr olsun. Məsələn, bir ibadətin kəffarəsi oruc tutmaq olsun və bu da vacib oruclardandır. Və həmçinin deməli vacib orucun qəzaları olsun. Yəni qəzaya düşməsi səbəbi mükəlləfdir. Yəni insanlardır. Bəli, deməli vacib oruclar iki növ oldu. Birincisi mükəlləf səbəbiyyəti olmadan Ramazan orucu, ikincisi isə mükəlləf səbəbiyyəti ilə, yəni nəzir orucu, kəffarələr, qəzalar və s. İkinci növ oruc isə müstəhəb oruclardır. İkinci növ müstəhəb oruclar. Və müstəhəb orucları özləri də qardaşlar iki növdür. Onlardan birincisi mütləq olan müstəhəb, yəni sünnət oruclarıdır. Mutlaq nə deməkdir? Yəni vaxtla müəyyən olmayan oruclar. Vaxtla müəyyən olmayan oruclar. Yəni müəyyən vaxtda şəriət bunu vacib etməyib ki, müəyyən vaxtda və yaxud da ki, qeyd gəlməyib ki, müəyyən vaxtda tutulan oruclar olsun müstəhəb olaraq. Vacib deyil. Məsələn, insan deyək ki, nafilə orucları olsun. Nafilə oruc tutmaq istəyir. Məsələn, bugün oruc tutmaq istəyir. Məsələn, o qadağan olunan günlər xaric, şəriətin qadağan etdiyi və nəhy etdiyi günlər xaric, müəyyən bir günlərdə oruc tuta bilər. Heç bir problem yoxdur. Və bu mutlaq olaraq götürülür. Mutlaq, müstəhəb oruclar və yaxud da ki, nafilə oruclar. Və müqayyət olanlar isə ikinci növ, müqayyət olan oruclar və bunlar da şəriətin müəyyən vaxtla əlaqələndirdiyi oruclardır. Məsələn, Şəvvalın 6 gün orucu və yaxud da 1-ci və 4-cü gün orucları və yaxud da Arafa günü orucu. Bu şəriətin müqayyət oruclarıdır. Yəni şəriət bu orucları müstəhəb oruclardır və müəyyən vaxtlarla əlaqələndirib. Müəyyən vaxtlarla əlaqələndirdiyi oruclardır. Deməli dedik ki, vacib oruclar, yəni orucun qismləri ikidir. Vacib orucları və müstəhəb orucları. Vacibin növləri də ikidir. Mükəlləf səbəbiyyəti ilə olmadan Ramazan orucu kimi və mükəlləf səbəbiyyəti ilə olan nəzir orucu, kəffarələr və s. Müstəhəb oruclar, ikinci növ orucun qismi müstəhəb oruclardır və bu da iki yerə bölünür, mutlaq və müqayyət.
Mutlaq olanlar vaxtla müəyyən olunmayan oruclar, istənilən vaxt nafilə orucu tuta bilərsiniz. Məsələn, istənilən vaxt nafilə namazı qıldığınız kimi. Və ikincisi isə müqəyyəd oruclardır ki, şəriət onları vaxtla müstəhəbləşdirir. Məsələn, Şəvvalın 6 günü və yaxud da 1-ci, 4-cü günləri və yaxud da ağ günün orucları və s. Bəli. Qadağan olunan oruclar isə iki qismdir. Yəni elə bir vaxtlar var ki, şəriət o vaxtlarda oruc tutmağı qadağan edib. Onlardan birincisi haram olaraq şəriətin qadağan etdiyi. Məsələn, şəriət deyir ki, Allah və Rasul deyir ki, bu gündə oruc tutmaq haramdır. Onlardan bayramda, məsələn, bayram günləri oruc tutmaq haramdır. Qətiyyətlə olmaz. Və ikinci növ isə şəriət qadağan edib, lakin haram etməyib qardaşlar. Şəriət qadağan edib, lakin haram etməyib. Bu məkruh oruclardır. Məsəl üçün, deyək ki, hacda olanların Arafa günü oruç tutması məkruhdur. Aydındır? Qadağan olunan oruçlar da iki qismdir. Haram olanlar və məkruh olanlar. Haram olanlar misal bayram günündə oruç tutmaq kimi, məkruh isə hacda olanların Arafa günü oruç tutması kimi. Çünki hacda olanlar Arafa günü, yəni o məşəqqətdir onlar üçün oruç tutmaq. Bəli. Və növbəti mövzumuz orucun fəziləti barəsində olacaq. Orucun fəziləti, şəriətin bizə çatdırdığı bu fəzilətlər həddindən artıq çoxdur. Həqiqətən də oruc əzəmətli ibadətdir qardaşlar. Qulu Allaha yaxınlaşdıran ən əzəmətli ibadətlərdən biridir. Və İslamın rükunlarındandır. Biz bilirik ki, İslamın rükunları hansılardır? Yəni şərtləri şəhadət, namaz, oruc, zəkat və həcc. Və bunlardan birincisi orucun fəzilətlərindən özünə Allah Taala'nın bu ibadəti özünə izafə etməsi. Yəni nə deməkdir bu? Yəni Allah Taala nə deyir? Qudsi hədisdə deyir ki, "Əs-savmu li və ana əczi bihi." Allah Resulü sallallahu əleyhi və səlləm qudsi hədisdə deyir ki, yəni oruc mənim üçündür. Oruc xasdır və onun əcri də mənə aiddir. Yəni elə bir ibadətdir ki, elə əzəmətli ibadət ki, qardaşlar, qiyamət günü bax fikir verin, Allah Taala bizləri deməli qorusun, hifz eləsin qiyamətin dəhşətindən. Və o gün subhanallah elə insanlar olacaq ki, baxırsan hədislərdə varid olub ki, o insanlar məsələn birinin haqqına giriblər, birinin qeybətini eləyiblər, birinə zülm eləyiblər və s. Bu insanlardan ola bilsin ki, Allaha sığınırıq, digər o haqqına girdiyi insanlar gəlsinlər onlardan o ibadətləri alsınlar. Necə ki, hədisdə bu varid olubdur. Lakin oruc yeganə ibadətdir ki, qardaşlar. Nə olursa olsun Allah Taala onu özünə xas eləyib, onun savabını verməyə özünə xas eləyib. Və oruc ibadəti qorunur Allah tərəfindən. Və istənilən, yəni o necə ki, nususda varid olduğu kimi, yəni insanlar gəlib o savabları götürəndə yeganə əməldir ki, oruca toxuna bilməyəcəklər. Çünki Allah Taala nə buyurur Qudsi hədisdə? "Əs-savmu li və ana əczi bihi." Oruc mənim üçündür və onun əcrini də mən verirəm. Yeganə ibadət ki, ona toxunmaq mümkün olmayacaq. Və bu da orucun əzəmətindən, ibadətin əzəmətindəndir. Və həmçinin qardaşlar, oruc səbrin 3 növünü özündə cəm eləyir. Diqqətli olaq, oruc ibadəti səbrin 3 növünü özündə cəm eləyir. Səbrin 3 növü hansılardır? İbadətdə səbir, günahlardan çəkinməkdə səbir, yəni günahlara səbir və çətinlikdə və yaxud da ki, müsibət anında insan səbr etməsi. Baxın, oruc ibadətdə səbirdir. Yəni ibadət etmək insanın nəfsinə əslən ağır gələn şeydir. Hə? İkincisi günahdan çəkinməkdə səbir. Oruc ibadəti edən insan görürsən ki, çəkinir. Məsələn, qeybət etmir, qeybət etdikdə oruclu olduğunu xatırlayır və yaxud da digər günahlardan çəkinir, harama baxmaqdan çəkinir, çünki oruclu olduğunu xatırlayır. Və həmçinin çətinliklərdə və müsibətdə səbr edir. Yəni Allahın qədərinə səbir. Allah Taala bizə bu orucu vacib edib, elə deyilmi? Və Allah Taala bunu bizə vacib edib, buna səbr edir ki, çünki insanın fiziki cəhətdən çətinlik çəkir, elə deyilmi? Məsələn, ac qalmaq elə insanlar var ki, onlar üçün məşəqqətdir, yəni bu. Hər bir insan üçün ac qalmaq məşəqqətdir. Və bunu Allah üçün olduğunu xatırladıqda asan gəlir. Və bu da səbrin 3-cü növünə aiddir ki, nə edir? Allahın qədərində, təqdiratlarında, Allahın səni yazdığında səbr eləyirsən. Bəli. Və oruc necə ki, şəriətdə fəziləti barəsində varid olub ki, oruc qiyamət günü şəfadır sahibi üçün. Qiyamət günü oruc sahibi üçün şəfadır. Və həmçinin oruc tutana Allah Taala bağışlanmağı və əcri vəd etməsi və orucun günahlara və xatalara kəffarə olması. Məsələn, Müslimin hədisində Abu Hureyra radiyallahu anh buyurur ki, "Əs-salavatul xamsu vəl-cum'atu iləl-cum'a və Ramazan ilə Ramazana mukaffiratun ma beynəhunna izə ictənəbəl-kəbair." Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, 5 vaxt namaz bir-birinin arasında, yəni namazdan namaza, vəl-cum'a ilə-cum'a, hər cümə və ondan sonraki cüməyə və Ramazan, ondan sonraki Ramazanın arasında olan günahlara kəffarədir. Əlləzi beynəhunna, hansı ki o arasında olan günahlara kəffarədir. İzə ictənəbəl-kəbair, əgər onlar, yəni o insanlar böyük günahlardan uzaq durarsa. Bu da ona dəlalət edir ki, bu ibadətlər kiçik günahlara
kəffarədir. Lakin Şeyxülislam İbn Teymiyyə rahimehullah bu barədə deyir ki, yəni bu ibadətlər ki var, bu namazdır və digərləri, bu əslən böyük günahlara da kəffarə ola bilir. Məsələdə ixtilaf olsa da Allah Teala aləm, böyük günahlara insan gəlib tövbə etsin. Və bundan başqa Buxari Müslimin rivayet etdiyi başqa bir hədis var. Abu Hureyra radiyallahu anhudan rivayet olunur ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur: "Men sâme Ramazana imanen ve ihtisaben, gufira lehu ma taqaddama min zembih." Buyurur ki, kim imanla və ihtisabən nə deməkdir? Əcrini Allahdan umaraq. Yəni sən filan kəs üçün, filan məsələn, nəsə müəyyən Allahdan qeyri səbəblər üçün, yox da ixlaslı şəkildə ancaq Allahdan əcrini umaraq tutarsansa, onun keçmiş günahları əfv olunar. Və həmçinin Tirmizi və Əhməd. Burada bir məsələni qeyd etmək istəyirəm, barakallahu fikum. Hansı məsələ ki, gəlir ki, məsələn, ola bilsin ki, qarşınıza o hədislər çıxar. Məsələn, keçmiş və gələcək günahları bağışlaması. Alimlər qeyd edir ki, o hədislər barəsində ciddi ixtilaflar var. Və bunu fayda kimi qeyd edeyim. Sırf o ləfz ki, gələcək günahların bağışlanması. Çünki Allah Resulü sallallahu aleyhi və səlləmdən başqa gələcək günahların bağışlanması haqqında heç kim üçün elə bir imtiyaz yoxdur. Yəni, xüsusiləşmə yoxdur ki, o ibadət gələcək günahları da bağışlasın. Və doğrusunu Allah bilir. Və sonra Tirmizi və Əhmədin rivayet etdiyi hədisdə, necə ki bilirsiniz, Abu Hureyra radiyallahu anh'da gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləm bir gün minbərə çıxır. Və minbərə çıxanda 3 dəfə əmin deyir. Və soruşurlar ki, ya Resulullah, sən niyə əmin dedin? Və deyir ki, Cəbrail aleyhisselam mənə gəldi və dedi ki, filan edənlərin burnu yerdən sürtünsün. Yəni burnu yerdən sürtünsün o deməkdir ki, rəğmə ənfu raculin, yəni buradakı məna odur ki, Allahın rəhmətindən uzaq olsun. Yəni və yaxud da ki, başqa. Yəni burada götürülən nədir? Burnu yerə sürtünsün, bir mənada rəhmətdən uzaq olsun. Və fikir verin, Allah Rasuluna edilən dua, yəni duanı edən göylərin əmini, Cibril aleyhisselam. Və ona əmin deyən yerlərin və göylərin və bütün bəşəriyyətin əmini olan Rasulullah sallallahu aleyhi və səlləm. Və fikir verin, bu dua necə qəbul olunmasın? Və o dualardan 3 dua edir Cibril aleyhisselam. Onlardan biri də odur ki, وَرَغِمَ أَنْفُ رَجُلٍ دَخَلَ عَلَيْهِ رَمَضَانِ ثُمَّ انْصَلَخَ قَبْلَ أَنْ يُغْفَرَ لَهُ. Və deyir ki, o adam ki, Ramazana daxil olur və günahları bağışlanmamış şəkildə ondan çıxır. Və deyir ki, onun burnunu yerinə sürtünsün, müvəffəq olmasın. Yəni ona görə də mütləqdir bu ki, insan gələk Ramazan ayında neyləsin? İbadətlərinə fikir versin. Yəni hər birimizin keçən Ramazandan hesab etdiyimiz, yəni özümüzü hesaba çəkdiyimiz müəyyən şeylər var ki, biz kamil şəkildə bu Ramazanı keçirə bilməmişik. Haqqını verə bilməmişik. Ona görə müsəlman üçün, mömin üçün əsl olan nədir qardaşlar? Hər Ramazan o keçmiş Ramazanda olan xətaları təkrarlamamalıdır. Məsələn, keçmiş Ramazanda az təravih namazlarına qoşulmusansa, bu dəfə onu tələfi elə, yəni daha da kamilləşməyə çalışmalısan bu ibadətdə. Məsələn, keçən ilki Ramazanda əgər Quran oxumağı bilmirdinsə, mütləq şəkildə bu Ramazanda Quran oxumağa çalış. Çünki əgər sən yenə də keçən Ramazan elə, bu Ramazan yenə də Quran oxumağı bilmirsənsə, artıq bu yəni müsibətdir qardaşlar. Müsibətdir. Yəni Ramazanın gözəlliyi Quran tilavətidir. Əgər insan bunu öyrənməyə çalışmırsa, müsibətdir vallahi. Və yaxud da ki, keçən Ramazanda oruçlarda müqəssir olmusansa və yaxud da günahlarda olmusansa, bu Ramazanda çalış onları etmə. İnsanlarla bir yerdə ol. Ən çox namazları məsələn məsciddə qılmağa çalış. Yəni insan nə etməlidir? Çalışmalı bu şeylərə. Və həmçinin orucun fəzilətlərindəndir ki, oruc oddan qoruyur insanı və orucu çoxaltmaq cənnətə girməyə səbəbdir. Və həmçinin hədislərdə varid olub ki, oruclunun ağız qoxusu Allah qatında mis qoxusundan daha sevimlidir. Bəli. Və orucun hikmətləri qardaşlar, orucun hikməti barəsində Zədül Məad əsərində İbn Qayyim rahimehullah deyir ki, insanlara rəhmətdir oruc. Günahların bağışlanmasıdır və həmçinin Allahın quluna olan ehsanıdır. Allahın quluna olan ehsanıdır. Və orucun faydalarından barakallahu fikum, orucun insana verdiyi fayda təqvanın gerçəkləşdirməyə vəsilədir. Hansı ki, ayədə biz bilirik ki, Allah subhanahu wa ta'ala buyurur ki, لَعَلَّكُمْ تَتَّقُونَ. Yəni, neyəsiz? Orucu tutun ki, Allahdan qorxasınız. Təqvaya vasitədir. Və bu faydalardan oruç tutanın Allahın neymətini anlamasıdır. Yəni, insan o neymətlərin içərisində olanda səhər durursan yemək, günorta yemək, axşam yemək, ya o neymətin bəzən şükrünü verə bilmir insan. Əlində olan neymətləri anlamır. Çünki biz təəssüflər olsun ki, necə bir varlıq ki, yəni biz əslən neymət əldən gedəndən sonra çox vaxt o neymətin qədrini bilirik. Kimlər ki, əlində olanda bilirlər, bu Allahdan rəhmət olmuşsun, həmd eləsin və sabitlik istəsin Allahdan. Amma çox vaxt nəticə etibarı görürük ki, biz bu cürük ki, neymət gedəndən sonra bilirik. Və oruç tutmanın faydalarının insan həyatında odur ki, yəni o neyməti bir müddət əldən buraxırsan və fikirləşirsən ki, subhanallah, yəni həqiqətən də neymətdir o sənin üçün. Allah Taala'nın verdiyi neymətlərdir. Və bu barədə insan təfəkkür edir, fikirləşir. Və həmçinin orucun faydalarından qardaşlar, nəfsi tərbiyə etməkdir. İnsanın özünü saxlamasıdır Allah üçün.
və həmçinin oruçda şeytanların qahr olmasıdır, zincirə vurulmasıdır, orucun faydalarından. Hətta görürsünüz, fikir vermisiniz yəqin ki, oruçda İslam'a gələnlərin, yeni-yeni namaza başlayanların, ibadətə başlayanların sayı çox olur. Niyə görə belədir? Bu Allahın rəhmətidir həqiqətən də. Görürsən ki, oruc Ramazan ayında hansısa bir insanı dəvət eləmək, onu yəni tövhidə çağırmaq, ibadətə çağırmaq daha asan olur. Yəni buna fikir vermisiniz. Bu niyə görədir əslində? Ona görədir ki, Allah Taala həm onların qəlblərinə yumşaqlıq verir, Ramazan ayının bu fəzilətindəndir. Həm də ki, nə edir? Şeytanlar artıq onlara vəsvəsə verməyi azalır. Bəli. Və həmçinin tibbi cəhətləri də var ki, oruc insanın bədənini təmizləyir. Ramazan ayının orucun yəni fəziləti olduğu kimi, xüsusiyyətləri olduğu kimi Ramazan ayında xüsusiyyətləri var. Ramazan ayının xüsusiyyətlərindən qardaşlar Quranın nazil edilməsidir. Allah Teala Bəqərə surəsinin 185-ci ayəsində buyurur ki: "Şəhr Ramazan əlləzi unzila fihi'l Qur'an hudan lin-nasi və beyyinatin minəl huda ve'l-furqan." Allah Teala buyurur ki, Şəhr Ramazan, hansı ki Ramazan ayında Allah Teala o Quranı nazil edib. Və Quranın özəlliyi nədir? İnsanlara o doğru yolu, haqqı batildən ayırmağı bəyyinət verir insana və insanlara doğru yolu, hidayət yolunu göstərir. Və Ramazan sözünün mənası qardaşlar, Ramazan deməli bir şeyi yandırdığına, kül etdiyinə görə bu Ramazan adlanır. Ramazan. Və bu ayın Ramazan adlanmasının səbəbi də nədir? Günahları bu oruc deməli nə edir? Orucun günahları yandırdığına görə belədir. Orucun günahları, bu Ramazan ayının günahları yandırdığına görə belədir və doğrusunu Allah bilir. Həmçinin bu Quranın elə həmin Qədr gecəsi, Ramazanın içərisində olan Qədr gecəsində enməsi də bu fəzilətlərdəndir. Allah Teala buyurur ki: "İnna enzelnahu fi leyletil qadr." Həqiqətən biz Quranı onu Qədr gecəsində nazil etdik. Və başqa ayədə Duxan surəsinin 3-cü ayəsində buyurur ki: "İnna enzelnahu fi leyletin mübarekə." Biz onu mübarək gecədə, yəni Qədr gecəsində nazil etdik. Və Ramazanın xüsusiyyətlərindən cənnətin qapılarının açılması və cəhənnəmin isə qapılarının bağlanması və şeytanların zincirə vurulmasıdır. Buxari Müslimin hədisində Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki: "İzə cəə Ramazan futtihat əbvabul cənnə və gulliqat əbvabun nar və suddifatiş şeyatin." Və fikir verin, burada futihat demir. Peyğəmbər sallallahu aleyhi və səlləm futtihat, yəni taybatay açılmaq deməkdir. Yəni elə bir qapı yoxdur ki, cənnətin qapısı o Ramazan ayında açılmasın, bağlı qalsın. Və elə bir odun qapısı, cəhənnəmin qapısı yoxdur ki, bağlanmasın. Hamısı bağlanır. Və şeytanlar o gündə nə edir? Zəncirə vurulur. Həmçinin Ramazanın xüsusiyyətlərindən qardaşlar, ümrənin həcc kimi olması. Ramazan ayında ümrə etmək həcc savabı qazandırır. Yəni həcc bir mənada ki, buna alimlər, sələflər deyərdilər ki, Ramazandakı ümrəyə kiçik həcc deyərdilər. Həcc sayır. Və Buxari Müslimin rivayet etdiyi hədisdə İbn Abbas radiyallahu anh buyurur ki, ənsardan olan qadına Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki: "Fəizə cəə Ramazan fə'təmiri fəinnə umratan fihi ta'dilu haccə." Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, elə ki Ramazan gəldi, ümrə et. Həqiqətən Ramazandakı ümrə həccə bərabərdir. Ramazandakı ümrə həccə bərabərdir. Və başqa rivayətdə, başqa ləfzdən gəlir ki, eyni hədisdə və ixtilaf deməli ləfzin axırında, hədisin ləfzindədir, axırda sonunda buyurur ki: "Təqdi həccətən mə'i." Və qadına deyir ki, mənimlə bərabər həcc etmiş kimi olursan. Və iki halda da həqiqətən də ümrə, Ramazanda edilən ümrə çox fəzilətli əməldir. Və bu da Ramazanın xüsusiyyətlərindəndir. Barakallahu fikum. Və Ramazanda orucun hökmü vacibdir. Oruç tutmağın hökmü vacibdir qardaşlar. Və bu seçim olmayan bir vacibatdır. Yəni sənin qarşında ixtiyar yoxdur. Sənin qarşında ixtiyar yoxdur. Məsələn, sən oruç tutmağı və yaxud da tutmamağı seçə bilmirsən. Düzdür, necə ki, Allah Subhanahu taala ayədə, yəni bu ayə əslində nəsx olunubdur və hansı ayəndə nəsx olunub? Yəni ya eyyuhellezine amanu kutiba aleykumus-siyam. Yəni bu ayələrlə nəsx. Əvvəllər məsələn hökm bu cür idi ki, üç şey arasında seçim qarşısında ya oruç tutmaq, ya bir kimsəni geyindirmək və ya yedizdirmək. Lakin növbəti ayələrdə isə bu hökm nəsx olundu. Necə ki, bunun təfsilatına inşallah sonraki dərslərdə gedəcəyik. Və Allah Teala buyurur ki: "Ya eyyuhellezine amanu kutiba aleykumus-siyam kema kutiba alellezine min qablikum la'allakum tettaqun." Bəqara surəsinin 183-cü ayəsində buyurur ki: "Ey iman gətirənlər, kutibə, yəni burada bir mənada furida, yəni Allah Teala sizin üçün kutibə fərz etdi, vacib etdi. Sizdən əvvəlki ümmətlərə etdiyi kimi Ramazanda, yəni oruç tutmağı vacib etdi. La'allakum tettaqun, bəlkə Allahdan qorxasınız." Və sonra başqa ayədə Bəqərə surəsi 185-ci ayəsində buyurur ki: "Şəhr Ramazan əlləzi unzila fihi'l Qur'an." Və sonra ayənin davamında isə buyurur ki: "Fəmən şəhidə minkumuş şəhra fəlyasum." Kim bu aya şahid oldusa, oruç tutsun. Və həmçinin deməli sünnədən dəlil isə Ramazan orucunun vacib olmasına Buxari Müslimin hədisidir. İbn Ömər radiyallahu anh buyurur ki:
Bildiyiniz məşhur hədisdir. Buniyəl İslam alə xamsin hədisi. Buniyəl İslam alə xamsin. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, İslam 5 əsas üzərində bina olunub, qurulub. Və bunlardan biri də nədir? Ramazan orucunu tutmağındır. Və həmçinin alimlər İbn Qudəmə rahimehullah özünün Muğni əsərində, İmam Nəvavi Məcmuda, İbn Teymiyyə rahimehullah Məcmu Fətavada bu barədə icma nəql edirlər ki, Ramazan orucu tutmaq nədir? Ramazan orucu tutmaq hər bir müsəlman üçün vacibdir. Hər bir müsəlman ağıl sahibi və xəstəliyi olmayan muqim kimsələr üçün oruç tutmaq vacibdir. Muqim kimsələr, yəni səfərdə olmayan kimsələr. Yaxşı, Ramazan orucu tərk etməyin hökmü nədir? Ramazan orucunu tərk etmək alimlər arasında ixtilaflı məsələdir. Və alimlər buyurur ki, fərzliyini, birinci məsələ odur ki, ibadətin fərz olduğunu əgər inkar edərək tərk edərsə, insan şək yoxdur ki, kafirdir. Yəni İslamdan çıxır. Necə ki, Kəsən rahimehullah icma nəql edir. Bədai'us Sanae əsərində. Və ikinci məsələ isə tənbəllikdən bilərək tərk edərsə, və bu böyük günahlardan sayılır, şək yoxdur. Və qəza etməsi vacibdir. Qəza etməsi vacibdir və insan İslam dairəsindən çıxmır. İnsan İslam dairəsindən çıxmır. Necə ki, İbn Abdülbər rahimehullah və İbn Qudəmə Muğni əsərində icma nəql edir bu barədə ki, böyük günahlardır, lakin insanı İslam dairəsindən çıxartmır. Bəli. Və növbəti məsələ qardaşlar, Ramazanın daxil olması. Ramazanın daxil olması. Ümumiyyətlə bunu bilmək lazımdır ki, bu məsələlərə başlamışdan öncə ərəblərdə ay 29 və 30-dandır. 29 və 30-dandır. Və bu haqqında başlayacağımız məsələ geniş ixtilaflı məsələlərdəndir qardaşlar. Ona görə diqqətli olaq, barakallahu fikum. Və hər bir ayın hilalı olur. Yəni hər bir ayın giriş və çıxış əlaməti olaraq insanın səmada o ayın hilal formasında olması. İnşallah onun şəklini atacağım qrupa. Barakallahu fikum. Və həmçinin alimlər buyurur ki, Şaban ayının, Ramazandan öncəki ayın, Şaban ayının 30-cu gecəsi, 29 və 30-cu gecəsi, yəni 30 yox, 29-cu gecəsi hilalı gözləmək fərz-ül kifayədir. Yəni bu nə deməkdir? Məsələn, sən bir yerdə yaşayırsan, Azərbaycanda, sənin üçün Ramazanın 29-u, 30-u gecəsi hilalı qalxıb gözləmək və yaxud da ki, Azərbaycandakı toplumun üzərinə fərz-ül kifayədir. Niyə görə fərz-ül ayn deyil? Yəni ona görə ki, əgər bir topluluq bunu yerinə yetirsə, digərlərinin üzərindən vacibatı düşür. Və heç kim bunu etməsə, hər kəs günah qazanır, ayrı-ayrılıqda. Ona görə də Ramazan orucu daxil olmamışdan Şaban ayının axırı 30-cu gecəsi hilalı gözləmək vacibdir. Lakin fərz-ül kifayə sayılır. Dəlil isə Buxari Müslimin rivayet etdiyi hədisdir. Abu Hureyra radiyallahu anh buyurur ki, Sumu li ru'yatihi və afdiru li ru'yatihi. Fəin ğubbiyə aleykum fəəkmilu iddətə şə'bən 30. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, qardaşlar, onu görməklə oruç tutun və onun görməklə, yəni rüyəsi ilə, hilalı görməklə neyin? İftar edin. Əgər sizin üzərinizə, yəni deyək ki, bulut və yaxud da ki, ay müəyyən səbəblərdən görünmədi. Əgər görünməzsə, fəəkmilu iddətə şə'bən 30 və Şaban ayının 30-a tamamlayın. Və həmçinin əsərlərdə varid olmuşdur ki, sahabə, Allah onlardan razı olsun, bu şeyə həris olmuşdular. Yəni Ramazandan öncə Şaban ayında nə edirdilər? Çıxırdılar səmaya baxırdılar, izləyirdilər ki, Ramazan orucu ayının gəlməsi ilə xəbərdar olsunlar. Bəli, və həmçinin buna isnadən İbn Hüseyn rahimehullah buyurur ki, "Və la şəkkə enne hədiyəs sahabə əkməlul hədyi və atəmmuhə." Və buna şübhə yoxdur ki, sahabənin bu barədə, yəni hər bir məsələ barəsində, yəni yolu daha kamil, hidayətə daha kamil və daha tamam olandır. Ona görə də insan buna həris olmalıdır və çıxıb bu şeyi izləmək lazımdır. Və şübhəsiz ki, bizdə də bu şeyləri izləyirlər, baxırlar. Bəli. Hilalın sübutu qardaşlar, hilalın sübutu əgər deyək ki, bir yerdə ay göründüsə, artıq oruc vacibdir. Mücərrəd olaraq ayın görsənməsi ilə oruc vacib olur. Və Abu Davud və İmam Nəvavinin məcmusunda zikr olunur ki, İbn Ömər radiyallahu anh deyir ki, insanlar ayı gördülər və mən Allah Resulü sallallahu aleyhi və səlləmə xəbər verdim. Allah Resuluna aleyhissalatü və səlləmə xəbər verdim. Allah Resulü özü tutdu və insanlara bunu əmr etdi. Yəni artıq xəbər gəldisə və yaxud da sən özün gördünsə, müşahidə elədinsə, Ramazan orucu sənin üçün nə olur? Vacib olur. Və həmçinin bunu deməli İbn Həzm rahimehullah, İbn Qudəmə, həmçinin Zərkəşi rahimehullah icma nəql edir bu barədə ki, artıq hilal göründüsə, Ramazan orucu vacibdir. Yaxşı, hilalı görmək, Ramazan orucunun hilalını görmək üçün ədəd şərtdirmi? Məsələn, xəbər verirlər sənə ki, biz ayı görmüşük.
Və burada şərtlər nədir ki, ta ki sən oruc üzərinə vacib olsun? Şərt odur ki, qardaşlar, bir nəfər də olsa kifayət eləyir. Lakin mühüm bir şərtdir ki, o insan adil insan olmalıdır. O insan adil insan olmalı. Adilliyin vəsfi nədir? Yəni insan böyük günahlardan uzaq olmalı və kiçik günahlarda israrlı olmamalıdır. Yadınızda saxlayın. Yəni şəriətin adil dediyi kimsələr, məsələn, siz yəni eşidərsiniz ki, imamlıqda adillik şərt deyil. Necə ki, keçən dərslərin birində götürmüşdük bu məsələni. Və yaxud da ki, Ramazan orucunu xəbər verməkdə adil olmalıdır. Yəni bu adillik nə deməkdir? Adillik yəni böyük günahlardan uzaq olan və kiçik günahlarda israrlı olmayan kimsələrdir. Yəni adillik o deməkdir ki, danışanda təkcə yalan danışmama, istədiyi günah eləyir. Yox, bu insan adil insan deyil. Yəni aydındır. Adil insan böyük günahlardan uzaq olan və kiçik günahlarda davamlı olmayan, israrlı olmayan kimsədir. Bir insan olsa belə, bir kəs olsa belə, adil olsa kifayət edir Ramazan orucu üçün. Necə ki bunu İmam Şəfi, Əhməd və sələfdən bir qism alimlər bu məsələni iqrar etmişlər. İbn Baz rahimehullah və İbn Hüseyn rahimehullah bu məsələni deməli tərcih etmişlər. Və dəlil də bundan öncə zikr etdiyim hədisdir ki, Allah Resulü sallallahu aleyhi və səlləm İbn Ömər radiyallahu anh deyir ki, mən gəldim Allah Resuluna xəbər verdim və Allah Resulü sallallahu aleyhi və səlləm oruç tutdu və insanlara da əmr elədi. Yəni burada İbn Ömər'in tək gəlməsi buna dəlalət eləyir. Yəni tək xəbər verir. Və Allah Resulü sallallahu aleyhi və səlləm də onun tək xəbərini qəbul etdi. Bəli. Lakin burada bir məsələ var ki, deyək ki, hilalı görən birisi hilalı görür, lakin şahidliyi keçərsiz olarsa nə olur? Məsələn, insan, biz dedik ki, o hilalın isbatında insanın adil olması şərtdir. İnsan adil deyil, lakin hilalı görüb. Əslən odur ki, şəriətdə o insanın şəhadəti qəbul olunur. Yaxşı, o insanın şəhadəti qəbul olmursa, o insana özü üçün, axı görüb hilalı, o insana özü üçün orucu tutmaq vacibdir, yoxsa cəmaatla bir yerdə tutur, hətta özü görsə belə. Və məsələ barəsində alimlər ixtilaf ediblər, qardaşlar, iki qovul üzərində. Və bundan əlavə İbn Teymiyyə rahimehullah Məcmu Fətavada deyir ki, kim görsə, yəni burada adillikdən söhbət getmir, tutalım ki, deyir ki, kim Ramazan orucunu görüb məsələn. Və elə yerdə yaşayırsan ki, o yerdə xəbər verəsə heç kim yoxdur. Təksən. Və bu zaman özü tək tutur. Özünə vacibdir ki, neynəsin? Tək tutsun. Hətta xəbər verəcək kimsə olmasa belə. Və dedik ki, alimlər ixtilaf ediblər ki, o insan ki, onun şəhadəti məqbul deyil və onun şəhadəti məqbul deyilsə, özü gördüyü halda tutmalıdır yoxsa yox? Birinci görüş odur ki, və deməli, bir qrup alimlər deyirlər ki, oruç tutur. Və bu, bir qrup dedikdə, yəni 4 məzhəb alimləri bu barədə ittifaq ediblər. Ki, hətta onun şəhadəti məqbul olmasa belə insanların yanında ki, onlar da oruç tutsunlar, lakin özünə vacibdir ki, gördüyü anda oruç tutsun. Və buna da dəlil nədir? Allah Subhanahu wa Ta'ala'nın ayəsində buyurur ki, "Fəmən şəhidə minkumuş şəhra felyasum." Kim şahid oldusa, artıq, yəni aya kim şahid oldusa, artıq orucu neynəsin? Tutsun. Və həmçinin Buxari Müslim rivayet etdiyi hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, "İdə rəeytumul hilalə fəsumu." Hilala şahid oldusa, gördünüzsə Ramazan hilalına orucu tutun. Və İbn Hüseyn rahimehullah deyir ki, yəni bu ümumi əmrə dəlalət edir. Ümumi əmrə daxil olur. Yəni burada istər adil olsun, şəhadəti qəbul olmasın. Hətta insanlar sənin şəhadətin qəbul edib tutmasalar belə, sən özün şahid olduğuna görə nə etməlisən? Orucu tutmalısan. Və bu 4 məzhəb arasında ittifaq olmuş məsələdir arkadaşlar. Lakin bəzi sələflərdən var ki, varid olub ki, məsələn, tabeinlərdən Ata və İshaq ibn Rahawayh, İmam Əhməd və həmçinin Şeyxülislam İbn Teymiyyə rahimehullah da bu görüşdədir ki, insanlarla birlikdə tutması vacibdir. İnsanlarla birlikdə tutması. Yəni onun şəhadəti məqbul olmadığına görə özü üçün də orucu keçərli deyil. Özü üçün də orucu keçərli deyil. Lakin barakallahu fikum. Allah Taala daha doğrusunu bilir. Burada haqqa daha yaxın olanı özünün əgər şahid olursa orucu tutmasıdır. Çünki etiraz nədir bu barədə? Birinci bu məsələdir ki, Allah Taala'nın ümumi əmridir ki, kim şahid oldusa orucu tutur. Kim şahid oldusa orucu tutur. Bəzi məsələlər var ki, hansı ki biz bunu namaza, imamlıq məsələlərində keçəndə demişdik ki, bəzi qism insanlar var ki, onların arxasında namaz qılınmır bidətçilər və yaxud da yəni günahkar insanlar. Yəni bu tərk olunur mütləq şəkildə yox. Sadəcə içinizdən biridirsə, ratib imamdan başqa, yəni siz daha adil olanı seçirsiniz. Və o demək deyil ki, onun özü özünə qıldığı namaz batildir. Xeyr. Özü özünə qıldığı namaz səhihdir. Buna görə alimlər etiraz edirlər ki, yəni nədir? Ədalətsiz insan olsa belə, onun şəhadəti məqbul olmasa belə, özü üçün oruç tutmağı nədir? Vacibdir. Və doğrusunu Allah bilir. Məsələdə ixtilaf var. Və növbəti məsələ və haqqında ixtilafın ən böyük olduğu məsələlərdən biridir, qardaşlar.
bir yerdə ay görünərsə, məsələn deyək ki, müsəlman ölkələrindən birində ay görünərsə, başqa yerdə olan müsəlmanlar onlara tabe olmalıdır yoxsa yox? Bu geniş ixtilaflı məsələdir. Allah bizim üçün asanlaşdırsın. Lakin burada bir məsələni, elə məsələyə başlamamışdan qabaq demək istəyirəm ki, barakallahu fikum. Ümumi məsələnin daha fəzilətli görüşü odur ki, yaşadığın yerdəki elm əhli və insanlar hansına etimad edib onunla gedirlərsə, siz də onlara tabe olmanız daha xeyirlidir. Və doğrusunu Allah bilir. İnşallah ki, ixtilafı qeyd eləyək. Və alimlər bu məsələdə ixtilaf edirlər, qardaşlar. Birinci rəy odur ki, əgər bir yerdə, deyək ki, Məkkədə, Mədinədə və digər İslam ölkələrində fərqi yoxdur. Əgər bir yerdə ay göründüsə, mütləq şəkildə sənin üzərinə vacibdir ki, o həmən yerlə xəbər gəldisə artıq vəssalam, sən də tutmalısan. Və bu cümhur alimlərin görüşü belədir. Hənəfilər, Məlikilər və Həmbəlilər. Və dəlil nədir? Dəlil budur ki, Allah Subhanahu wa Taala buyurur ki, "Fəmən şəhidə minkumu şəhra fəlyasum." Kim şahid oldusa, tutsun. Və şahid olmaq da nə deməkdir? Ya sən görəcəksən, ya da ki, adil olan birisi sənə xəbər verəcək. Və bu alimlər də deyir ki, o ölkələr ki, müsəlman ölkələrdir, adildirlər və onların şəhadəti sənin üçün kifayətdir. Bəli. Və İbn Seym rahimehullah buyurur ki, xitab, Allah Taala'nın bu əmri ümmətin hamısına şamildir. Əgər bir yerdə sabit oldusa, digərlərində də oruc vacibdir. Və həmçinin sünnədən dəlil, Buxari Müslim rivayet etdiyi hədislər. Yəni mən bunlara dəlil deyirəm qardaşlar, diqqətli olaq. Yəni bu elə bir şeylərdir ki, məsələn görəcəksiniz ki, bir məsələdə deyək ki, bu rəydə olanlar bu dəlili gətirir və buna qarşı olanlar, bunun tam ziddi olanlar da eyni dəlili gətirirlər. Bu nədəndir? Fəhmlərin müxtəlif olmasından. Alimlər bir ayə ilə başqa şey başa düşür, bu cür istinbat edir və digər alimlər başqa şey başa düşür, bu cür istinbat edir. Və Buxari Müslimin rivayet etdiyi hədisdə Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, "Sumu li ru'yati." Və fikir versək, alimlər İbn Seym rahimehullah buyurur ki, hədisdə qeyd gəlməyibdir. Yəni məkan olaraq qeyd gəlməyib ki, bu yerdə gördüsə bu yerdəkilər oruç tutsun və yaxud da belə ümumdur yəni. Ümuma şamil edilir və harda göründüsə müsəlman ölkələrindən və sənə də vacibdir ki, öz ölkəndə həmin müsəlman ölkəsindən gələn xəbəri nə edəsən? Qəbul et. Şərt odur ki, müsəlman ölkəsi olsun. Çünki müsəlmanda əsl olan adillikdir qardaşlar. Yəni bunu yadınızda saxlayın. Müsəlmanda əsl olan adillik və sidqdir. Bəzən görürsən, Allah müstəhan, bəzən görürsən qardaşlardan bəziləri danışıq edəndə, yəni bundan çəkinmək üçün bu xatırlatmanı edirəm. Sənə xəbər gətirdikdə qardaşın nə qədər də ola bilsin, hətta sən ehtimal etsən belə yalan deyir. Sən əsl olan müsəlmanda odur ki, sadiqlikdir. Sən bunu bu cür qəbul etməlisən. Və deyir ki, məsələn gəlirsən deyir ki, falan şey falandır. Sən deyirsən ki, qardaş, and içə bilərsən. Yox qardaş, bu nədir subhanallah? Müsəlmanda əsl olan əgər gəldi sənə deyirsə, əsl olan o ki, müsəlmanda sidqdir qardaş. Sadiqlikdir. Məsələn, sahabələrin əsərlər vardı olub ki, sahabələr öz övladlarını and içdiyi zaman vurardılar. Qoymazdılar and içməyə. Niyə görə? Çünki onlar cüz'i bir and nə vaxt içilir? Məhkəmədə, kiməsə zina ehtirası atanda və yaxud da bu cür məsələ qazilikdə məsələn və s. Yəni gəlib sənə kimsə danışır, sən ondan tələb etmə and içməyi. Və yaxud da sən and içmə, müsəlmanda əsl olan sidqdir qardaşlar. Yəni bu şeyə fikir vermək lazımdır, barakallahu fikum. Yəni hər şeydən ötürü and içmək olmaz, icazəli deyil. Və fikir verin, yəni İslam olması şərtdir. Çünki əgər kafir ölkəsindən bu xəbər gələrsə, o məqbul deyil. Şərtdir ki, İslam ölkəsindən gəlməlidir. Məsələn, hansısa xəbər gəldi ki, İtaliyadan xəbər gəldi ki, biz ayı görmüşük. Yox, bu məqbul deyil. Siz nə etməlisiniz? Müsəlman ölkəsi. Hansı müsəlman ölkəsi sizə xəbər verirsə, yəni birinci görüşə görə artıq sizə də oruc vacib edildi. Və ikinci görüş isə digər ölkələrə, əgər bir müsəlman ölkəsində ay göründüsə, digər ölkələrə vacib deyil, ilzam etmə. Və bunu İmam Şafi rahimehullah və İmam Nəvəvi və həmçinin Şirbini rahimehullah Muğnil Muhtac əsərində İkrimə, İshab ibn Rahawayh radiyallahu anhum rahimehullah və s. digər alimlər bu məsələni qeyd edirlər ki, digər ölkələrə vacib deyil. Və fikir verib bunların dəlilləri nələrdir? Buyururlar ki, Allah Teala buyurur ki, "Fəmən şəhidə minkumu şəhra fəlyasum." Və fikir verin, buna müxalif olan birinci tərəf də bu ayəni gətirir, subhanallah. Yəni birinci tərəfin bu ayədən istinbat elədikləri məsələ nədir? Bu ayə ümumidir. Fəmən şəhidə minkum şəhra fəlyasum. Yəni burada ümumidir. İstəyir Saudiyada yaşasın, istəyir Əfqanistanda yaşasın, istəyir Türkiyədə yaşasın. Müsəlman ölkəsidirsə minkum. Yəni burada ümumidir. Sizlərdən. Birinci tərəf bunu dəlil gətirir. Ümumiliyə nisbət edir. Və ikinci tərəf deyir ki, qardaşlar, fəmən şəhidə minkum şəhra fəlyasum. Yəni əgər bir yerdə görülürsə, yəni
görmürsə, şahid olmuş sayılmırlar. Bir yerdə görmürsə, məsələn, deyək ki, Türkiyədə göründü və yaxud da Saudiyada, sən vacibdir ki, sən görəsən yaşadığın yerdə. Əgər yaşadığın yerdə sizdən biriniz görməsəniz, nə olur? Görsəniz oruç tutursunuz. Əgər görmürsənsə şahid olmuş, Allah Teala dediyi kimi, "Fəmən şəhidə minkum" şahid olmuş sayılmırsan. Mütləq şəkildə gətirirlər. Və buna başqa bir hədislə də qüvvətləndirirlər. Və bu da nədir? Müslimin rivayet etdiyi, Kureybdən rivayet etdiyi bir məsələdir, əsərdir. Buyurur ki, Kureyb deyir ki, Ummul Fadl bintil Haris həmin bu Kureybi Şama göndərir. Kureyb deyir ki, Şama gəldim və onun mənə tapşırdığı işi yerinə yetirdim. Və mən Şamda olarkən Ramazan ayı daxil oldu. Və biz hilalı, diqqətli olaq, cümə günü gördük. Biz hilalı cümə günü gördük. Və ayın sonuna qədər, ayın sonunda isə Mədinəyə qayıtdım. Yəni bu Kureyb hardan gəlmişdi? Mədinədən gəlmişdi. Amma hara? Şama gəlmişdi. Cümə günü hilalı gördülər və oruç tutdular. Və Mədinəyə qayıtdıqdan sonra Abdullah bin Abbas radiyallahu anh deyir ki, mən soruşdum ki, yəni Abdullah bin Abbas Kureybdən soruşur ki, hilalı nə vaxt gördünüz? Və Kureyb deyir ki, cümə gecəsi. Və sonra soruşur ki, bəs sən onu gördünmü? Kureybə deyir. Və Kureyb deyir ki, bəli, insanlar da gördülər və oruç tutdular və Muaviyə radiyallahu anhu da oruç tutdu. Və İbn Abbas deyir ki, lakin biz şənbə gecəsi ayı gördük. Biz ya ayı 30-a tamamlayırıq, ya da onu görənə qədər oruç tutmağa davam edirik. Və mən soruşdum ki, Kureyb deyir ki, mən soruşdum ki İbn Abbasdan, bəs Muaviyyənin görməsi və ya oruç tutması sənə kifayət deyilmi? İbn Abbas deyir ki, xeyr, Rasulullah sallallahu aleyhi və səlləm bizə belə əmr edib. Fikir verin, məsələnin şəhid hissəsi aradır. İbn Abbas deyir ki, sahabə. İbn Abbas deyir ki, Rasulullah bizə əmr edib. Hətta deyək ki, Şamda ay görünsə belə Mədinədə biz oruç tutmuruq. Çünki Allah Rasulü bizə öyrədib ki, "Fəmən şəhidə minkumuş şəhra fəlyasum" deyəndə qəsd nədir? Sizin öz yaşadığınız yerdə ay görməlisiniz. Aydındır? Barakallahu fikum. Və bəzi alimlər bunu qiyas edirlər. Bu məsələni qiyas edirlər. Hansı məsələyə qiyas edirlər? Məsələn, deyək ki, bizdə İordaniyada, məsələn, deyək ki, Ramazanda iftar vaxtı nə vaxtdır? Məsələn, 5:30-da, məsəl üçün. Amma Azərbaycanda deyək ki, 5:45-dədir. Necə ki, deyir ki, alimlər deyir ki, qiyas olaraq, necə ki, bu iftarlarda vaxt fərqliliyi varsa, sən mənim vaxtımda, mənim iftar etdiyim vaxtımda sənə də iftar etmək vacibdirmi? Xeyr, hər ölkənin özünün vaxtı var. Günəşin çıxma, batma vaxtları var, deyil mi qardaşlar? Və deyir ki, buna qiyas olaraq həmçinin ayın görünməsi və Ramazana başlanması da bu məsələ kimidir. Məndə ola bilsin ki, burada deməli Ramazan orucu bugün başladı, Ramazan ayı bugün girdi, amma Azərbaycanda sabah girsin, ola bilər. Və bu ixtilafa binaən nəticə olaraq deyilir ki, qardaşlar, sizin ölkənizdə elm əhli hansı məsələ, çünki məsələ ixtilaflıdır, hansı məsələni tərcih edirlərsə, bizə də vacib olan odur ki, cəmaatla bir yerdə olaq. Cəmaatla bir yerdə olaq. Yəni bu sadəcə ixtilafın səbəblərini burada zikr olunur ki, yəni ixtilafı niyə görə ediblər və hansı məsələlərdə ixtilaf ediblər və doğrusunu Allah bilir. Bəli. Və alimlər demişdi ki, həmçinin o süni peyklər var, bəzi yerlərdə istifadə edirlər. O peyklər yerdən hündürlükdə olur və alimlər deyirlər ki, bu peyklərə etimad etmək olmaz. Bəzən görürsən ki, Ramazan orucunda peyk qaldırırlar, ayı görməkdən ötürü və bu peyklərdən istifadə etmək olmaz. Niyə görə? Yerlə əlaqəsi olmadığına görə. Bəli. Lakin o indi bəzi əşyalar var ki, durbin deyirlər deyəsən, öyle deyil mi Əhməd qardaş? Durbindir mi onun adı? Yəni o vasitələrdən istifadə edirlər. Yəni o icazəlidir. Heç bir problem yoxdur inşallah. İlkin olaraq bu qədər kifayət elə, doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.